Euzu billah, bismillah, elhamdülillah və sallallahu ala Muhammedin və alih. Esselamu aleykum və rahmetullah. Sizləri xoş gördük əziz izləyicilər. Bugün Həzrəti Fatimə-i Məsumə salamullahi aleyhanın quma daxil olduğu gündür. Həzrəti Fatimə-i Məsumə elə bir şəxsiyyətdir ki, İmam Sadiq əleyhissalam o dünyaya gəlməmişdən qabaq onun fəziləti barəsində bizə hədislərdə buyurub və başqa imamlar da onun şəni, fəziləti, məqamı barəsində bəzi sözləri bizə buyurublar. Və bu onun bizim bütün dünyada olan müsəlman xanımlar üçün örnək və nümunə olmağının göstəricisidir. Deməli biz Həzrəti Fatimə-i Məsumədən örnək almalıyıq. Həzrəti Fatimə-i Məsumə İmam Rza əleyhissalamın Məmunun sarayında zülmə məruz qaldığı bir vaxtda özünə ilahi bir vəzifə bilir ki, meydana daxil olsun, hərəkətə keçsin, haqqı bəyan eləsin və imamların hədəflərini həyata keçirtmək üçün hərəkət eləsin. Və düşmənlər bunu başa düşdülər, bunu gördülər. Ona görə də Həzrəti Fatimə-i Məsumə salamullahi aleyha quma gələndə onun karvanına hücum oldu. Və bilirsiniz ki, Həzrəti Fatimə-i Məsumə cavan yaşında şəhid oldu. Çünki onu zəhərlədilər və onun kim olduğunu, onun hansı bir şəxsiyyət olduğunu və onun hərəkətini və onun ilahi vəzifəsini həyata keçirtməyi düşməni narahat elədiyinə görə onlar tab gətirə bilmədilər Həzrəti Fatimə-i Məsumə salamullahi aleyhanın qalmağına. Və bugün bu məsələ bütün xanımlara, o cümlədən Azərbaycanda olan xanımlara örnəkdir. Həzrəti Fatimə-i Məsumə salamullahi aleyha elə bir şəxsiyyətdir ki, İmam Rza əleyhissalam onun ziyarətnaməsində buyurur: Əs'əlullah əyyuriyana fikumus surura vəl fərəc. Allah Taala'dan istəyirəm ki, sizin sevincinizi və fərəci mənə göstərsin. Bu onu göstərir ki, Həzrəti Fatimə-i Məsumə salamullahi aleyhanın İmam Zaman əleyhissalamın fərəcində rolu var. O da bundan irəli gəlir ki, Həzrəti Fatimə-i Məsumə bu ilahi yolda hərəkətə keçəndə necə niyyətlər eləyib ki, Allah onun şənini, onun məqamını belə bir məqam qərar verib ki, İmam Zaman əleyhissalamın zuhuru üçün Həzrəti Fatimə-i Məsumə salamullahi aleyha müqəddimə yaradır. İmam Zaman əleyhissalam üçün kadr yetişdirir və qum onun vücudu ilə bərəkətlənir. Onun vücudu ilə burada din, elmi hövzəsi, mədrəsəsi yaranır və buradan ilahi alimlər yetişir və İslama böyük xidmətlər eləyir. Bu Həzrəti Fatimə-i Məsumənin Allah üçün niyyətinin göstəricisidir. İlahi hədəf yolunda atdığı addımın göstəricisidir. Bəli, zahirdə baxırdın ki, bir dənə balaca karvandır və bir dənə xanım da hərəkət edən. Amma bu xanımın niyyəti, onun Allah üçün hərəkəti zahirdə düşmənlər tərəfindən hücuma məruz qalsa da Allah Taala tərəfindən öz hədəfinə çatır. Allah Taala qoymur bu iş yerdə qalsın. Niyə? Çünki Həzrəti Fatimə-i Məsumə vilayət üçün, ilahi hədəf üçün, İmam Rza əleyhissalamın hədəflərini həyata keçirtmək üçün, imamların hədəflərini həyata keçirtmək üçün hərəkətə keçir. Və bu bizim müsəlman xanımlar üçün örnəkdir. Bunu göstərir ki, bugünkü gündə də Azərbaycanda olan o xanımların zindanda olduğu bir vaxtda biz də əgər niyyətimizi xalis eləsək, Allah Taala bizim işimizi yerdə qoymaz. Və bilirsiniz ki, Azərbaycanda da bəzi xanımlar öz ilahi vəzifəsini Həzrəti Fatimə-i Məsumə salamullahi aleyhaya iqtida edərək, Həzrəti Zəhra, Həzrəti Zeynəb salamullahi aleyhaya iqtida edərək həyata keçiriblər. Onlar dini dəyərlərin həyata keçməsi üçün öz vəzifələrinə əməl ediblər və bu düşməni narahat edib və ona görə də düşmən onları həbs edib. Bu məsələ ilə bağlı Quran-ı Kərimdə Ali İmran surəsinin 173-cü ayəsinin ilahi rəhbərin saytından tərcüməsini və şərhini sizə çatdıracağam. İlahi rəhbər buyurur ki, Ali İmran surəsində 2 dənə məsələ var. Və təəccüblüdür ki, hər ikisi eyni surədədir. Və təqribən bir hadisə ilə bağlıdır. Əlbəttə, 2 ayrı hadisədir, lakin bir-birinə bağlıdır. Burada 2 cür sünnət, yəni ilahi qanun açıqlanır. Qələbə sünnəti və məğlubiyyət sünnəti. Mən bugünkü bəhsimdə qələbə sünnətini deyəcəm. Allah izin versə inşallah məğlubiyyət sünnətini də sonra sizə çatdıracağam. Əuzu billahi minəşşeytanirracim. Ellezina qala lehumun-nasu innan-nasa qad cema'u lekum fakhshawhum fazadahum imanan və qalu hasbunallahu və ni'mal vekil. O kəslər ki, insanlar onlara dedilər, həqiqətən cəmaət sizə qarşı toplanmışdır, onlardan qorxun. Amma bu söz onların imanını artırdı. Yəni yığışıb gəlib deyəndə ki, hamı sizin əleyhinizədir, qorxun, dala çəkilin, meydana girməyin, vəzifənizi yerinə yetirməyin. Bu sözləri deyəndə imanları artdı və dedilər: Həsbunallah, bizə Allah kifayətdir və o necə də gözəl vəkildir. Və ni'mal vekil. Bu ayənin bu hissəsi bu günləri Fələstində ən çox deyilən ayədir. Həsbunallah və ni'mal vekil. Yəni bugün bütün dünya hegemonları balaca bir Fələstin əleyhinə, məzlum Fələstin əleyhinə, mühasirədə olan, susuz, ac olan Fələstin əleyhinə toplaşıblar və onlara deyirlər, qorxun. Onlar həmin bu ayəni istər xalq, istər oradakı mücahid döyüşçülər bu ayəni oxuyurlar. Həsbunallah və ni'mal vekil. Və siz bunu filmlərdə görmüsünüz, şahid olmusunuz. Ayənin davamını oxuyuram. Beləcə onlar Allahın neməti və lütfü ilə geri döndülər. Fənqələbu bi ni'mətin minallah və fadlin ləm yəmsəshum su.
Heç bir pislik onlara toxunmadı. Hadisəni yəqin ki eşitmisiniz. İlahi rəhbər buyurur. Uhud döyüşü sona çatdı. Həmzə Seyyid-ü Şühəda kimi şəxsiyyət şəhid oldu. Peyğəmbər əleyhi və aleyhissalam yaralandı. Əmir-əl-Müminin əleyhissalam yaralandı. Çoxlu şəhidlər verildi. Bunları ilahi rəhbər buyurur ki, siz o atmosferi təsəvvür eləyəsiniz. Necə bir vəziyyətdir? Yəni bunu bu günləri Azərbaycanda təsəvvür eləyin ki, Azərbaycan döyüşə girib, məsələn elə Uhud döyüşüdür, Peyğəmbərin yanındadır, gedib döyüşə, qayıdıb, məğlubiyyətlə qayıdıb. Azərbaycandakı dindarlar Peyğəmbərin yanındadılar, Peyğəmbər cihad əmri verib, onlar da döyüşə gediblər, amma döyüşdən məğlubiyyətlə qayıdıblar. Nə qədər şəhid veriblər, nə qədər yaralanıblar, atmosfer nə vəziyyətdir, onları təsəvvür eləyin. Yorğun, əldən düşmüş və yaralı halda Mədinəyə qayıtdılar. Qureyş, yəni müsəlmanlara zərbə vuran, amma onları tam məğlub edə bilməyən düşmən Mədinənin yaxınlığında bir neçə kilometrliyində toplaşdı və dedi: bu gecə hücum edək, bunlar yorğundurlar, heç nə edə bilməzlər, işi bitirək. Onların casusları Mədinəyə gəlib qorxu yaymağa başladılar. Xəbəriniz var, bunlar qoşun yığıblar, sizinlə işi bitirmək istəyirlər, bu gecə hücum edib sizi məhv edəcəklər. Amma həmin qorxu təbliğatına məruz qalanlar dedilər, yəni həmin qorxu təbliğatı ilə üzləşən möminlər dedilər: Hasbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir. O necə də gözəl vəkildir və o necə də gözəl bizim işimizi öz öhdəsinə götürüb. O elə bir Allahdır ki, öhdəsinə götürdüyü işi layiqincə həyata keçirtməyə qadirdir. Yəni düşməni məğlub eləmək qüdrəti onun əlindədir. Və o mütləq qüdrət sahibidir, ən böyük qüdrət sahibidir. Və o mənim işimi öz öhdəsinə götürdüyünə görə mən necə də arxayınam, mən necə də rahatam. Peyğəmbər sallallahu əleyhi və aleyh buyurdu: Uhudda yaralananlar yığışsınlar. Diqqət edin ha, ilahi rəhbər buyurur bu sözləri. Uhudda yaralananlar, yəni daha Mədinədən təzə bir dəstə sağlamlar gəlsinlər, yox. Və ya o döyüşdə sağlam qalanlar yox. Həzrət buyurur ki, yaralananları yığın. Belə deyim də, qaziləri yığın. Onlar toplandılar. Peyğəmbər sallallahu əleyhi və aleyh dedi: gedin düşmənlərin qarşısına. Onlar da getdilər, düşməni məğlub edib geri döndülər. Allahu Ekber. Yəni atmosferi təsəvvür eləyin. Döyüşdən gəliblər, yorğun, arğın, yaralı, şayələr də onların əleyhinə. Belə bir vəziyyətdə Peyğəmbərin əmrinə itaat eləyib, düşmən müqabilinə yığışıb gedirlər, amma qələbə ilə geri dönürlər. Allah Teala o bir ayədə buyurur ki: "Fənqalabu bi ni'metin." Onlar nemətlə geri döndülər, çoxlu qənimət də gətirdilər. Ləm yəmsəshum su. Heç bir zərər də görmədilər. Düşməni məyus etdilər və qayıtdılar. Bu ilahi sünnətdir. Bu ilahi bir qanundur. Yəni sən ilahi vəzifəni yerinə yetirsən, bütün düşmənlər sənin əleyhində toplaşsalar belə qələbə səninlədir.